Elza Rəşad Gülməmmədova. Sülh kitabından sətirlər. Bu kitabda vətən ürəkdən cana gedən cığırda, çiyində daşınan kainat, sülh isə bütün bəşəriyyətin söykəndiyi bir yaşayış tərzinin bəşəriyyətə töhfə verən azadlığıdır. Bəli, bu kitabda Elza Rəşad Gülməmmədovanın internet üzərindən dünyanın 5 qitəsindəki sülh akademiyalarından sertifikatlar, diplomlar və elmi dərəcələr almış sülh kəramları yer alır. Elza xanımın bu kitabı dünyada sülhün və əmin-amanlığın qurulmasına xidmət edir. Bəli, atalar sözləri, aforizmlər nəsillərin təcrübələrini özündə cəmləşdirən, davranışa dərin təsirli şəkildə yol göstərən hikmət xəzinəsidir. Və bir neçə sözlə böyük mənalar ehtiva edir özündə. Atalar deyimləri, sülh sözləri, Azərbaycan cəmiyyətinin dəyərlərinin əsaslandığı nəcib dəyərləri və prinsipləri ifadə edir. Azərbaycan atalar sözləri və deyimləri də gündəlik həyatımızın güzgüsüdür. Bizim sevinç və kədərimizi, kədər, uğur və uğursuzluqlarımızı əks etdirir. Səbir, dürüstlük, səxavət, gözəl rəftar dərsi verir. Azərbaycan atalar sözləri və deyimləri zamanla öz parlaqlığını itirmiş. 2-ci səhifə. Nəsildən nəsildə ötürülən insanların dillərində canlı qalır. Atalar sözləri empatiya, simpatiya, kompensasiya toqquşmalarının qarşısını almaq üçün içimizdə böyütdüyümüz sözə duş almağa imkan verən qısa sözdə böyük mənadır. Elzanamə Elza Gülməmmədovanın istər həyatı deyimləri, istər sülh sözləri, sevgi dolu etiraz ürəklər ki, xeyriyyəçiliyin sadəcə bizə qardaşlıq binalarını birləşdirməyə icazə verir. O zərif mərhəmətin ət tükən yaxşılıq və pislik dözümündə sağlamlıq və səmimiyyət üçün səy təmin edicisidir. Həyat sülh firavanlığının nemət yağışı səbrində məsuliyyət fədakarlığı çevrəsidir. Bu məsuliyyətin kökündə dünyanın təməl hüquqi faşizmlə əylənməyən bir siliksiz dünya yaratmaqdır.